Salam dostlar, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə biz ekonometrika bölməsindən xətti reqressiya modeli, ümumiyyətlə reqressiya analizi haqqında öyrənməyə çalışacağıq. Reqressiya analizinə keçməmişdən əvvəl bu təlim üçün, bu dərs üçün sizin bildikləriniz, yəni bilməli olduğunuz mövzular, ümumiyyətlə population sample nə deməkdir? Ümumiyyətlə hipotez testing necə olur? Yəni hipotez testi necə həyata keçirilir? Həmçinin bilməyiniz lazımdır ki, sizin orada confidence interval, yəni etibarlı interval nə deməkdir? ANOVA analizi nə deməkdir? Bunun haqqında məlumatlarınız olmalıdır. Əgər bu haqqda məlumatlarınız yoxdursa, bizim kanalda statistika playlistində bu deməli terminlər haqqında, bunların haqqında geniş məlumat verilmişdir, izahlı şəkildə məlumat verilmişdir. Oraya girib bu məlumatları əldə edə bilərsiniz. Demək, bugünkü dərsimiz dediyimiz kimi reqressiya analizidir, xətti reqressiya analizidir. Xətti reqressiya analizində, yəni bu dərsimizdə biz nələr öyrənəcəyik? Burada öyrənəcəyimiz mövzular, yəni necə bir dəyişəni istifadə etməklə digər dəyişənin haqqında proqnoz vermək olar və həmçinin də burada deməli B0 və B1 koefisientlərinin mənası haqqında danışacağıq. Həmçinin deməli şərtlər, ümumiyyətlə buna Gauss-Markov şərtlər edilir. Bunlar necə deməli koefisientlərə təsir edə bilər, ümumiyyətlə reqressiya təsir edə bilər və digər məlumatlar, digər terminlər və digər terminlər haqqında məlumat verəcəyik biz. Mən reqressiya analizinin, reqressiyanın tarixinə baxdıqda biz burada yəni gördüyümüz yəni ilk ad, yəni qarşımıza çıxan ilk ad Sir Francis Galton'un adıdır. Sir Francis Galton deməli reqressiya termininin ortaya çıxmasını səbəb olmuşdur. Sir Francis Galton hamımıza məlum olan Darwinin, yəni Charles Darwinin əmisi oğludur. Səhv etmirəmsə belə bir yəni bağlılıqları var. Bu deməli bu alim deməli İngiltərədə, yəni Böyük Britaniyada, krallıqda valideynləri hündür boylu olan uşaqların boylarının ortaya boya yaxınlaşmasını müşahidə etmişdir və bunu da bir tip reqressiya adlandırmışdır. Yəni bir tənəzzül mənasındadır həmçinin. Əlbəttə ki, yəni reqressiya analizində, yəni reqressiya sözünü biz həm belə deyək də mütləq deyil, yəni tənəzzülü, yəni bir dəyişənin dəyişməsinin digər dəyişənin dəyişməsinə mənfi təsir göstərməsi ilə biz analiz etməliyik. Xeyr, bu belə deyil. Sadəcə bunun tarixi adı olaraq reqressiya adlandırılması. Bu da bir tarixin ironiyasıdır. Lakin əsasən burada bizim bilməli olduğumuz məsələ odur ki, yəni bir dəyişən digər dəyişən necə yəni effektiv səbəbiyyət təsiri göstərir və bunu bilməyimiz lazımdır. Bunu da kəşf edən, yəni dediyimiz kimi də Sir Francis Galton olmuşdur. Ümumən yəni reqressiya analizinə giriş edərkən burada bilməli olduğumuz məsələlərdən yəni biri, yəni deməli bir dəyişən vasitəsilə, ən azı bir dəyişən vasitəsilə, yəni bu faktor, yəni dəyişən, hər hansı bir dəyişən vasitəsilə digər bir dəyişənin dəyərlərinin tapılması və ya təxmin edilməsi deməkdir. Yəni necə təxmin edirik bunu? Və ya bir dəyişən vasitəsilə digər dəyişən necə izah oluna bilir? Burada terminlərə fikir versək, terminologiyalara fikir versək, birinci burada dependent variable, yəni asılı dəyişəndən danışmaq lazımdır. Asılı dəyişən hansı ki, biz həmin dəyişən vasitəsilə nə edirik? Yəni həmin dəyişəni izah edirik. Biz bu izah olunan dəyişən də adlandıra bilərsiniz və ya ki, asılı dəyişən adlandıra bilərsiniz. Independent variable, yəni müstəqil dəyişən və ya ki, faktor və ya ki, izah edici dəyişən, o elə bir dəyişəndir ki, o dəyişən vasitəsilə biz digər dəyişəni izah edirik. Məsələn, biz deməli ümumi daxili məhsulun deməli belə deyək də consumer price index, yəni inflyasiya təsirini bir araşdıra bilərik. Bu belə ki, makroiqtisadiyyatda ən çox yayılan bir temalardan biridir. Və ya ki, məsələn, işsizliyin ümumən də ki, ölkədə iqtisadi artıma təsiri, yəni ki, Okun qanunu deyək də bunu. Bu da yəni bir deməli reqressiya analizindən ümumiyyətlə əsas və asıl dəyişənlərin kimi misal gətirmək olar. Əlbəttə ki, burada həmişə izah olunan tərəf, yəni asıl dəyişən bizdə yəni Y, yəni kimi çıxış edir.
Demək, biz əsas və aslı dəyişən arasındakı əlaqəyə bu formada baxsaq, bir dipçək kimi baxsaq, dipçək bu bir gül, deyək ki, məsələn, bitki. Bitkinin özü bizim üçün nə adlanır? Bizim üçün bu asıl dəyişəndir. Bitkinin asılılığı nədəndir? Sudandır. Biz ona su versək, o böyüyəcək. Su verməsə, o quruyacaq. Deməli, asıl dəyişən əsas dəyişəndən, yəni independent variable sudan asılıdır. Yəni bitki sudan asılıdır. Lakin biz burada əlbəttə ki, ilkin məqamda əsas və asıl dəyişəni böləndə bir də kontrol dəyişənlərə fikir vermək lazımdır. Kontrol dəyişənlər nə deməkdir? Kontrol dəyişənlər də, yəni deməli, bir tip bunlara biz əsas dəyişən və ya ki, izah edici dəyişən deyə bilərik. Lakin kontrol dəyişən burada elə bir rol oynayır ki, bu bir şərtlərdir. Yəni bu şərtlər daxilində əsas və asıl dəyişənin funksionallığı ölçülür. Məsələn, deyək ki, siz dipçəyi əlbəttə ki, yəni torf deməli torpağa əksəniz, əlbəttə ki, o daha yaxşı inkişaf eləyəcək və su versəniz daha böyüyəcək. Amma siz onu quma əksəniz, daşa əksəniz, daşgil torpağa əksəniz, orada daha zəif inkişaf edəcək. Və ya ki, səhrada bunu əksəniz, heç inkişaf etməyəcək. Buna görə bu kontrol dəyişənlər də burada vacibdir. Ümumən, yəni belə deyək də, xətti reqressiya modelinin ən sadə modeli sadə xətti reqressiya modelidir. Burada bir dəyişən, əsas dəyişən olur və bir asıl dəyişən olur və x burada əsas dəyişəni və ya ki, izah edici dəyişəni deməli təmsil edir. Y isə burada asıl dəyişəni ki, dependent variable, onu izah edir bizim üçün. Və x-dəki bir vahid dəyişikliyin y-dəki bir vahid dəyişikliyin yaratdığı təsir burada, yəni sadə xətti reqressiya asılılığı yaradır. Əvvəlki təlimlərimizdə ümumiyyətlə, yəni statistikanı əgər siz korrelyasiya və kovaryasiya analizini siz xatırlayırsınızsa, orada iki dəyişən arasındakı xətti asılılığın nisbi gücünü ölçən bir alət kimi biz deməli korrelyasiya dəyişəni haqqında danışmışdıq. Korrelyasiya termini haqqında danışmışdıq. Korrelyasiya xətti reqressiya modelinə çox oxşardır. Lakin ümumiyyətlə reqressiya ilə korrelyasiya arasında fərq var. Korrelyasiya bir korrelyasiya asılılığıdır. Lakin burada bir səbəbiyyət asılılığı yoxdur. Səbəbiyyət asılılığını ölçən isə bizdə reqressiya analizidir. Və əlbəttə ki, bayaq dediyimiz kimi, yəni asılılıqlar, bir dəyişən, digər dəyişən arasındakı münasibətlər iki tipdə ola bilər. Bir var, yəni xətti tipdə olan asılılıqlar var, bir də var qeyri-xətti tipdə olan asılılıqlar. Orta məktəb kursundan da bildiyimiz kimi, müəyyən bir xətti asılılıq necə görünür, necə biz bunu başa düşürük? Y bərabərdir, hər hansı kx üstə gəlsin b funksiyası bizdə nə adlanır? Bir xətti asılılıq sayılır. Və əlbəttə ki, bunun funksiyasını biz götürdükdə, bu formada belə bunun funksiyasını götürdükdə, bu formada, hemen burada bir xətt çəkməyə çalışacağım indi. Bu funksiya bizdə bir xətti asılılıq belə bir funksiyası kimidir. Və bu deməli funksiya bu formada, bir xətti formada olur. Lakin bizim digər tip funksiyalarımız da var. O funksiyaları hansını göstərmək olar? Y bərabərdir. Məsələn, deyək ki, a üstə gəlsin bx üstə gəlsin cx kvadratı. Məsələn, belə bir funksiya. Bu bir kvadratik funksiyadır. Əlbəttə ki, bu funksiyanın deməli qrafiki və bu formada xətti olmayacaq. Əlbəttə ki, bu bir qeyri-xətti bir parabolik funksiya kimi çıxış edəcək. Parabolik funksiya kimi çıxış edəcək. Və ya digər bir funksiyadan danışa bilərik. Biz məsələn deyək ki, y bərabərdir. Deyək ki, məsələn, deyək ki, x həyətdə keçdiyiniz bir funksiya kimi götürək. A vurulsun k üstü alfa vurulsun l üstü 1 çıxılsın alfa. Ya bu nə deməkdir bizdə? Bu Cobb-Douglas funksiyasıdır. Cobb-Douglas funksiyası, yəni istehsalat nədən asılıdır? Kapitaldan və əməkdən asılıdır. Bir də A texnologiyalardan asılıdır. Bu bizdə nədir? Qeyri-xətti funksiyadır. Əlbəttə ki, bunun qrafiki də xətti olmayacaq. Və digər bir funksiya deyə bilərik. Y bərabərdir. Eksponensial üzərindən bir götürə bilərik ki, məsələn, ki, A üstə gəlsin bx. Belə bir funksiya kimi götürə bilərik. Bu qeyri-xətti funksiyalardır. Və ki, loqaritmik funksiya ola bilər. Bərabərdir. Məsələn, belə bir funksiyanı biz qeyd edə bilərik. Biraz bunu yana verirəm. Y bərabərdir. Loqaritm x
üstə gəlsin loqaritm ki, məsələn, A. Bu belə bir funksiya və s. və axır. Yəni biz burada müxtəlif funksiyaları göstərə bilərik. Lakin əsas məsələ odur ki, bizim burada fərqləndirməliyik. Biz xətti funksiya ilə qeyri-xətti funksiyanın fərqləndirməsinə baxmalıyıq. Və burada da gördüyünüz kimi xətti funksiyanın, yəni əlbəttə ki, burada yəni orta məktəbdən bildiyimiz, kursundan bildiyimiz kimi deyil burada. Burada biraz fərqlilik var. Siz gördüyünüz kimi burada nöqtələr bir xətt boyunca düzülməyib. Lakin sanki bir xətt boyunca düzülmüş kimi görünür. Və bu hissədə siz deyirsiniz ki, tamam, bu bir xətti funksiyaya oxşayır. Yəni, çünki modelləşdirmənin deməli vacib tərəflərindən biri də odur ki, siz bir scatter, yəni dağılma qrafiki varsa, burada dağılma grafikinin x ilə y arasında bir asılılığına baxırsınızsa, bu asılılığı nəyə oxşayır, hansı funksiyaya oxşayır? Tətbiq də o funksiya əsasında edilməlidir. Və xətti asılılıq sanki bir xətt boyunca düzülmüş deməli, nöqtələr çoxluğu kimi görünür. Amma ki, qeyri-xətti asılılığa baxsanız, burada fikir verirsiniz ki, yəni asılılıq qeyri-xəttidir. Burada, məsələn, bayaqki kimi biz bayaqki funksiya kimi qeyd elədim ki, mən kvadratik funksiya kimidir, məsələn, polinomial funksiya kimidir, hiperbola da onun funksiyası və ya ki, buradakı yəni başqa bir tipdə funksiyadır. O funksiyadan görünür ki, bu nöqtələr yəni bir xətt boyunca düzülməyib, yəni qeyri-xəttilik var burada. Həmçinin xəttiliyin özünün də yəni müəyyən bir deməli tipləri var. Xəttilik iki formada ola bilər. Xəttilik yəni belə deyək də deməli güclü xəttilik, o halda sanki nöqtələr bir-birinə yaxın şəkildə bu ortadan keçən və xəyali xəttə yaxın şəkildə qeyd olunmuşdur. Fərqi yoxdur. Burada pozitiv asılılıq olsun, negativ asılılıq olsun, fərq etmir. Lakin bu elə bir ki, bir sıxlıq göstərir. Bir də geniş formada paylanma var burada. Var xəttilik görürsünüz, lakin bir genişlik var burada. Yəni xəttin ətrafında geniş paylanmışdır. Bu deməli zəif xətti asılılıqdır. Və həmçində bir də var ki, yəni heç bir xətti asılılıq yoxdur. Yəni buna misal olaraq məsələn göstərmək olar ki, dünyada neftin qiymətinin dəyişməsinin ölkədə məsələn neftin deməli benzinin satışının qiymətinə təsiri. Dövlət tərəfindən tənzimlənən qiymət olduğu üçün baxmayaraq ki, benzin neftdən alınır, lakin deməli dövlətin tənzimlənmiş qiymətinə görə, yəni neftin qiymətinin dəyişilməsini görürsünüz. Deməli Y rolunda çıxış etsə əgər, yəni deməli benzinin qiyməti ona bir təsiri yoxdur. Xətti reqressiya modelinin, yəni sadə xətti reqressiya modelinin yazılım forması bu formadadır. Burada mən bir şeyi qeyd etmək istəyirəm ki, burada dependent variable, belə deyək də, asıl dəyişən olaraq biz y deyiriksə, əsas dəyişən olaraq x deyiriksə, ki, burada term olaraq, yəni sadəcə bu x-in özü, yəni burada notation olaraq görünmür. Bunun arxasında bir vektor durur. Məsələn, gəlin buna bir misal olaraq mən göstərməyə çalışacağım indi. Deyək ki, sizin bir x dəyişəniniz var. Deyək ki, məsələn, x dəyişəniniz var, bir də y dəyişəniniz var. Misal üçün bunu bu formada mən göstərməyə çalışacağım. Deyək ki, x-in qiyməti sizdə, məsələn, deyək ki, əgər 1 qiymət alırsa, y qiyməti deyək ki, məsələn, 5 qiymət alır. X 2 qiymət alırsa, y məsələn, deyək ki, 7 qiymət alır. X, məsələn, 3 qiymət alırsa, y məsələn, 12 qiyməti alır. X 4 qiyməti alırsa, y məsələn, deyək ki, 13 qiyməti alır. Bu qiymətləri biz, deməli, bunu bir funksiya şəklində qeyd etsək, məsələn, x-in y-ə bir bağlılığını funksiya şəklində qeyd etsək və bunu bir qrafik olaraq təsvir etməyə çalışırıq. Yəni, gəlin mən bunu qrafik olaraq təsvir etməyə çalışım sizin üçün. Belə bir, yəni, x xətti, belə bir y xətti göstərirəm mən burada. X-in 1 qiyməti var, 2 qiyməti, 3 qiyməti və 4 qiyməti var. Y-in qiymətləri mən burada, yəni, belə deyək də, ən yuxarıdakı hissəni bir, deyək ki, 15 kimi göstərirəm. Ortadakı, yəni, bura 10'dur, bura 5'dir və bu formada. X-in 1 qiyməti, Y-in aldığı qiymət 5'dirsə, X-in 2 qiyməti, Y-in aldığı qiymət təqribən bura hissəyə düşəcək 7 qiyməti alacaq. X-in 3 qiyməti, Y-in qiyməti 12 qiymət alır. Bu təqribən bura düşür. X-in 4 qiyməti, Y-in qiyməti isə 13 qiymətidir. Burada bir nöqtəyə düşür. Və gördüyünüz kimi, yəni buradan bir xəyali bir xətti keçirməyə çalışsa, üzr istəyirəm, xəyali bir xətt keçirməyə çalışsa, görəcəyik ki, bu nöqtələr
sanki bir xəttin ətrafında paylanmış kimidir və x-in y-dən olan bir funksiyası kimi. Biz onu nə formada yazmalıyıq bu formada? Yəni y, yəni belə fx funksiyasıdır, f-in x-dən olan funksiyasıdır. Bərabər də hər hansı bir, yəni dəyişənə. Yəni ki, y özü nəyə bərabərdir? Y özü bərabərdir f-in, yəni funksiyada bir x dəyişəndən olan funksiyasıdır. Bunu vizual olaraq təsəvvür etsək, yəni funksiya özü nə deməkdir? Əslə qalanda burada biz baxsaq, funksiyanı bu formada görə bilərik biz. Demək, bir üzr istəyirəm. Deməli, bir kvadrat bir dəyişən ki, belə bu formada götürək, kvadrat bir şey götürək. Bu bizim kvadratikdir. Bu bir funksiyadır. Əlbəttə ki, bunu qeyd edə bilərik, funksiya. Bunu biraz böyüdək, funksiya. X-in bura daxil olmasını, buradan belə bir X-in daxil olmasını götürürük. Başlayalım. Demək, bağışlayın. Buradan bir, yəni x-in daxil olmasını götürürüksə, buradan belə bir x-in daxil olmasını götürürüksə, x-in daxil olması, yəni x-in bu qutu, yəni bu funksiya qutusu var bizdə, biz ona fx deyirik də, funksiya qutusu var, daxil olur və buradan çıxan nəticə bizə nəyi verir bizə? Y-i verir bizə. Y-i verir bizə. Yəni, burada göstərdiyimiz fx, yəni buradan bunu götürə bilərəm indi. Bu funksiya bizə nə verir? Yəni bu funksiya bizə yəni x-in y-ə təsirini göstərir. X daxil olur funksiyada dəyişikliyə uğrayır. Dəyişikliyə uğradıqdan sonra bundan y yaranır. Yəni funksiyanı siz həmişə bu formada başa düşün. Tamam, buradakı qanuna uyğunluğu tapmaq olar. Bir problem yoxdur. Tapıb biz əldə edə bilərik. Bəli, buradakı bir qanuna uyğunluğu tapa bilərik biz. Lakin bunu tapmaq üçün o usulu mən növbəti dərsimizdə yavaş-yavaş göstərməyə çalışacağım. Deməli, asılılıq, yəni dediyimiz kimi də x ilə y arasında asılılıq deyərkən, yəni buradakı məsələn x ilə y arasında asılılıq deyərkən, x-in bir vahid dəyişməsinin y-ə təsirini göstərir əslində bu, yəni dəyişən. Və bizim halımızda, yəni biz göstərdik ki, orada y, baxın buradakı mən dediyim ki, bu vektordan söhbət gedir, x və y vektoru söhbət gedir. Bunu vizual olaraq göstərməyə çalışsaq, necə göstərəcək? Deyək ki, məsələn, bu x və y dəyişəni bir funksiyadır bizdə bu formada. Y bərabərdir, yəni regressiya funksiyasıdır. Beta 0 üstə gəlsin beta 1 vurulsun x üstə gəlsin bir error term, belə deyək də funksiyasıdır. Buradakı, baxın, deyək ki, y, yəni bu y dəyişənlər, yəni bu, deyək ki, məsələn, burada bunu adlandırsaq, məsələn, birinci dəyişəni y1 kimi adlandırsaq, ikincini y2 kimi adlandırsa, üçüncünü y3 kimi adlandırsa, dördüncü y4 kimi adlandırsa, bu bir vektordur. Yəni götürdükdə bunu bu formada bir vektor göstərir burada. Bu vektoru burada göstərsək, əslində necə olacaq burada? Yəni biraz bunu yuxarı qaldırsaq, biraz bunu yuxarı qaldıraq. Bu dəyişən necə görsənir burada? Yəni y, əslində y-in altında y1, y2, bu formada y dəyişənləri var burada. Tamam mı? Və bu y dəyişənləri bərabərdir beta 0. Beta 0 nədir bizim üçün? Yəni beta 0. Beta 0 bizim üçün başlanğıc nöqtədir. Yəni bu nöqtədir. Buradakı nöqtə adlanır bizə. Məsələn, buradan funksiyaya baxsaq, beta 0 yəni population y-intercept, yəni başlanğıc nöqtə adlanır. Yəni bu başlanğıc nöqtə, yəni x-in 0-a bərabər olduğu təqdirdə y-in aldığı qiymət nəyə bərabərdir? Yəni biz orta məktəb deməli, orta məktəb funksiyasına baxsaq, yəni orta məktəb keçdiyimiz xətti funksiyaya baxsaq, x-in qiyməti 0 olsa, y nəyə bərabər olacaq? B qiymətinə bərabər olacaq. Yəni bu başlanğıc nöqtəyə bərabər olacaq. Yəni x-in hər bir vahid aldığı qiymət k qəyə dəyişir, üstünə gəlsin b alınır y. Burada da yəni eyni formada biz göstərməyə çalışırıq ki, beta 1, beta 0, yəni müəyyən bir vektordur. Bunu vektor halına çevirmək üçün nə etmək lazımdır? Bunu bir vektoruna vurmaq lazımdır. Burada mən göstərəcəm. Yəni, n sayda bir vektoruna vurmaq lazımdır bunu. Və üstə gəlsin, sonraki halda bizdə nə var? Beta 1 var burada. Beta 1 bizdə koefisiyentdir. Hansı koefisiyentdir? X-in bir vahid dəyişməsi, yəni bura ilə bura arasında bir dəyişiklik var. Bu 1-dir, bu 2-dir. 2 çıxılsın 1 eləyir. Bir vahid dəyişməsi
Y-də neçə vahid dəyişməyə səbəb olur? Yəni nə qədər dəyişir bu Y-i? Bu buradan bura qədər. Çünki bu Y de ki, məsələn, müəyyən bir qiymətdir. De ki, Y-n çıxılsın 1-dir. Bu da Y-n-dir. Yəni nə qədər dəyişir buradakı arasında fərq nə qədər olur? O fərqi göstərir. Mən birazdan onun haqqında daha geniş məlumat verəcəm. Yəni ki, növbəti dərsimizdə əlbəttə ki. Bu onun arasındakı fərqliliyi göstərir. Bu fərqlilik, yəni daha doğrusu belə ki, belə deyək də əmsalı göstərir. Bu əmsalı x-ə vurmaqla, x də özü bir, yəni vektordur. Burada gördüyünüz kimi 1, 2, 3, 4 qiymətləri alır. Burada da x-in aldığı qiymətlər kiçik x1, kiçik x2. Bu formada x-in aldığı qiymətlər çoxluğunu biz nə edirik? Biz beta 1-ə vururuq və üstə gəlsin bir də bizdə nə var? Error hissə var. Bu error hissə sizə belə deyək də biraz aydın olmayacaq indiki birinci vəziyyətdə, amma mən bunu izah edəcəm. Error nə deməkdir? Siz gördüyünüz kimi buradakı nöqtələr yoxdur. Aldığımız bir nöqtə buradaydı, biri bura düşmüşdü, biri bura düşmüşdü, biri bu hissəyə düşmüşdü. Burada xətt arasında bir məsafə var. Çünki bu bizim bu xəttimiz biz proqnoz nöqtəmizdirsə, burada aldığımız proqnoz nöqtəmizsə, bunun arasında bir məsafə var. Yəni halbuki biraz bunu daha geniş formada təsvir etsək, yəni bu funksiyanın üzərindən yox, yəni genişləndirilmiş bir tərtibdə göstərməyə çalışsaq, indi mən bunu bu formada göstərməyə çalışacağam təzədən. Deyək ki, məsələn bizim x-in aldığı qiymət var, bir qiymətində, y-in aldığı qiymət buradadır. İkinci qiymətdir ki, məsələn buradadır. Üçüncü qiymətdir ki, məsələn deyək ki, buradadır. Dördüncüsü buradadır və s. Müxtəlif qiymətlər alır. Və bizim xətti reqressiya modeli qurarkən bir xətt çəkiriksə, burada proqnoz xəttimiz varsa, bu proqnoz xəttində qədər olan məsafədən söhbət gedir. Bura qədər olan məsafə, buradan bura qədər olan məsafə nə qədərdir? Yəni bunu biraz fərqli rəngdə göstərməyə çalışsam. Buradan bura qədər olan məsafədir, buradan bura qədər olan məsafə, buradan bura qədər və buradan bura qədər olan məsafə. Bunlar yəni bizim təxmin edə bilmədiyimiz hissələrdir. Yəni bu error 1, error 2, yəni error 3 və error 4. Bu errorlar özünü bu funksiyada, yəni bu funksiyada özünü bu formada göstərir. Yəni error i. Yəni i sayda errorlar. Yəni biz bunu necə göstərəcəyik biz burada? Yəni vektor şəklində dedik ki, error 1, error 2, bu formada error nə qədər error varsa o qədərdir. Okay? O bizim əslində qalanda bu yuxarıda göstərdiyimiz o xətti reqressiya modeli əslində bu formada görsənir. Yəni aşağıdakı formada, yəni vektorial bazda bu formada görsənir. Mən bu dərsdə bura qədər informasiya verdim. Növbəti dərsdə bunu davam etdirəcəyik biz. Qısa-qısa dərslərimizi keçib müəyyən bir terminlərin izahı ilə davam etməyə çalışacağıq. Hər birinizə təşəkkür edirəm. Növbəti dərsdə görüşərik dostlar. Sağ olun.